mı kaldı? Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Kabul danışma. Kalkmayana görürüm. Farsda seçilmiş kaç kadın şartları 5 bin dolarla alışlarına yaklaşık. 2024-cü il dekabrın 17-sində 15-ci polis bölməsinə könüllü gələn Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü İgid Rəcəbzadə yaxın münasibətdə olduğu qadını öldürməsi haqqında məlumat verib. Baxış zamanı Maştağa Zabrat yolunun kənarında üzərində zorakılıq əlamətləri ilə Elnarə İbrahimovanın meyidi aşkar edilib. Saxlanılan şəxs bildirib ki, mübahisə zamanı yerdən götürdüyü daş parçası ilə qadının baş nahiyəsinə dəfələrlə zərbələr endirib. 2024-cü il dekabrın 17-sində 15-ci polis bölməsinə gələn 1995-ci il təvəllüdlü İgid Rəcəbzadə inzibati ərazidə adam öldürməsi haqqında məlumat verib. Baxış keçirməsi protokolundan görünüb ki, hadisə Zabrat qəsəbəsində yolun kənarında baş verib. Otluq və daş parçalarının olduğu sahədə 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın meyidi yanında üzərində qan ləkələri ilə təxminən çəkisi 20 kiloqram olan daş parçası aşkar edilir. Baş nahiyəsində qana bənzər kütlənin olması müşahidə olunub. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Elnarə İbrahimovanın ölümünə sümüklərin açıq qəlpəli sınıqları ilə əlaqədar beyinə qansızma səbəb olub. İstintaqla müəyyən edilib ki, dekabrın 17-sində İgid Rəcəbzadə ilə Elnarə İbrahimova arasında Maştağa Zabrat yolundakı körpünün yaxınlığında mübahisə yaranıb. Ünvandan alayıq ifadələr işlətməsindən əsəbləşən İgid Rəcəbzadə qadını yerə yıxıb yumruqla vurmağa başlayıb. Müqavimət göstərən Elnarə İbrahimovanın baş nahiyəsinə yerdən götürdüyü daş parçası ilə güclü zərbə endirib. Bu hərəkəti ilə İgid Rəcəbzadə zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş İgid Rəcəbzadə bildirib ki, Bilgəh qəsəbəsində kirayədə yaşayıb, subaydır, günəmuz fəhlə işləyib. Elnarə İbrahimova Zabrat qəsəbəsində yerləşən kafedə ofisant işləyib. Onunla orada təxminən 1 il əvvəl tanış olub. Elnarə ona maddi dəstək olmağını xahiş edib. Ona vaxtaşırı 30-50 manat arası pul verib. Bir neçə dəfə şəhərdəki müxtəlif otellərdə cinsi əlaqədə olublar. Narkotik vasitələrdən istifadə edib. Hadisə dekabrın 17-sində Maştağa Zabrat yolunun kənarında baş verib. Söyüş söydüyünə görə Elnarəni əli ilə vuraraq yerə yıxıb. Bu zaman Elnarəyə bacısı Gülnar zəng edib. Hava şəraiti ilə əlaqədar nə danışdıqlarını tam eşidə bilməyib. Gülnar onun bacısı ilə sevgili olduqlarını bilir. Gözünə sataşan daş parçasını qaldırıb qadının başına çırpıb. Sonra onun hər hansı hərəkət etmədiyini görüb qorxub, üzü Maştağa qəsəbəsi istiqamətində gedib. Amma sonra Elnarənin sağ ola biləcəyini düşünüb, yenidən hadisə yerinə qayıdıb. Qadının öldüyünü görüb. Buna görə də bölməyə gedib adam öldürdüyünü bildirib. Sabunçu rayon prokurorluğunda istintaq olunan 24.05 006 050 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs Rəcəbzadə İgid Nurəvioğlu və müdafiəçisi Əliyev Səməd Eyübovun iştirakı ilə istintaq zamanı verdiyimiz şübhəli şəxs ismində ifadənin yerində yoxlanması üçün istintaq hərəkətlər aparılır. Qısa formada nəql edin. Hadisə hansı formada baş verir, harada, necə? Aşağı tərəfdən gəldik, taksinə düşdü bu hadisə oluna yaxın oldu. Hemen yoldu. O Zabrat tərəfdə körpə yaxın oldu. Evet. Oradan o yola düşdü, getdi. O yol var idi. Hemen oldu. Kim bilmezin adı, famil adı söyledim. Söyledim, Elnarə. Getdi yani oradan gülə gedirdi yana qantırdan. Oradan qaydanda da yana ya yolda başqa da üzrünə qışqırma, səs görürəm. Bundan sonra deyəm, niyə belə edirsən? Sonra qaçırıyorum, öz-özünə qaçır, qışqırır, səhv gəldi. Səhvdə dedik, basıdan qıradan. Səhvdə bir tane öldürürlər, görəm kim öldürür, sən mən buradayım, buradan başqa keçməkdə mənim sənə işim. Yana da yeni sözü verir. Yani telefonu verdi abi, yani da başka bir yana qışqırmadan.
danışmadı. Ondan sonra mübahisə başladı. Ne başladı? Ondan sonra bir sövgün oldu da başladı. Başladı ondan. Hansı formada öldürdü? Müzik aradığını vurdum. Sonra daşla başladı. Qeyd etdiklərinizi əlavə olaraq hadisəyə necə göstərə bilərsiniz? Göstərir. Şübhəli şəxs Rəcəbzadə İlgi Nurəliyoğlu. Baş vermiş hadisə yeri gördünüz mü? Hansı formada baş verdi? Harada taksi ilə gəldiniz? Harada düşdünüz? Yolda düşdük, bu yandan Hansı tərəfdə düşdünüz? Yola girəndə bu yolda. Ama yana da hemen kiper onu fırlandı, geldi güle güle. Yarın yolcusunda bu başka dözüründen kışkırmaya. Aniden oldu, qışqırırdı. Aniden sonra Heç bir götürdüm. səbəb yoxdur, qışqırırdı. Burada çalan götürdüm, bir tane taş attım ağzına. Sonra yana da başladı kışkırmaya. Ben onu vurmak için niye kışkırırsın, ben ne olur? Özek geldi ona, biri beni öldürüyor diyor. Kim öldürürsen de bu adam öldürüyor. Böyle yana da başladı, eyni sözler demeye, eyni hareketler. Burası hakkında. Hara çatanda? Bu olduğum üniversite hakkında Göstərin. burası hakkında burada bir yandı. Yani ona bunu eləmədə belə. Yəni da başladı nəhayət eləməyə, söyləməyə. Ben de vurdum ilk 3 gün ondan sonra daşla vurmuşam. Hadisə yerinə baxış zamanı təxminən 8-20 kiloqram ölçüdə daş parçası müşahidə edildi. Üzərində qana bənzər ləkələrlə. Hadisə zamanı cinayət törədərkən istifadə etdiyiniz alət nə olmuş? Evet, onu bir dənə amma vurmuşam çubuğa, sonra daşla vurmuşam. Yəni həmin daşla mı vurdu? Aynen. Neçə dəfə vurmuşsunuz? Aklını bir üstə qaldı. Müqavimət göstərirdi sizə. Yox, daşla vurmaq buraya. Hadisə nə vaxt, saatı, tarixi nə vaxt idi? Yox, saatı demirəm, tarix olaraq. Gün nə vaxt idi? Gün bugün. Necə? Günə. Günə. Saat neçə idi? Saat 6 olur. Daşla, daş parçasına baş nahiyəsindən vurarkən niyyət nədən ibarət idi? Niyyətiniz nə idi? Niyyətimiz elədiyimə görə, onun hərəkətlərinə görə vurmuşam. Ucadan danışıcı səsin küləkli idi, açıq hava şəraitində idi, səsin eşidilsin. Üstünə, onun niyyətimin üstünə vurdum. Onun hərəkətlərinə görə mən də vurdum onu. Hadisə ərəfəsində onunla hər hansı formada intim münasibətdə olmaq istəmisiniz? Təxminən aranızda olan münaqişə, bu baş vermiş hadisə nə qədər müddətdə davam edir? Allah seni belasını versin. Ben sürüyorum lan lan bu boyayı. Kaçırın size. Bana başımı kaldı yerine koymuyor. Verən məhkəmə başına. Ay, şu vəsadətin olsun, məhkəmə başına verməsən gəldir. Təksinə şəxs məhkəmə başına verib araşdıraq görün nə məsələdir. Araşdıraq. Hüquqi varlıqsa iştirak edir, zərər çəkmiş qism varisi İbrahimova, Qarabağın Zəfər qızı. Xanım, Allah rəhmət eləsin, başınız sağ olsun. Zinanın Konstitusiya Məcəlləsinin 106-cı maddəsində hüquqlarınız qeyd olunur. Yəni zərər çəkmiş şəxsən hüquqlarına maliksiniz, bildirilməlisiniz. Ümumiyyətlə şərait yaratmadan, hazırlıq iclasını keçirirsiniz mənim iştirakçı olmadan. Eyni zamanda belə deyildi, hüquqların müdafiə edilmiş şəxs təqdisi ki, mənim iştirakçı olmadan. Lakin bu, belə deyildi, məsələyə məhəl qoyaraq siz keçirsiniz. Biz məsələni məhəl qoyaraq sən təhrik edəmək. Biz onun özünə soruşmuşuq, hazırlıkı mətəndə hər hansı bir etiraz etmədik. Baxarsınız, burada artıq söhbətlər lazımdır. Demək, hazırda biz məhkəmizdən davam etdirməyək. Burada sizə etiraz verir, yəqin ki, etiraz Var, etiraz var. İtirazı versəz, yazmış şəkildə var. Bizə etiraz edirsən də bizə. Biz səndən soruşmuşduq, əvvəlki iclasına ki, bəlkə o səfər proqramının barında soruşmuşduq, da etiraz edirdik. O hərəkətlərini davam etdirdi. Elnari İbrahimovun ona qarşı malaya ifadə işlətməsindən əsaslaşıb qisas almaq niyyəti sonuncu qəsdən öldürmək qərarına gəlmiş. Bu məqsədlə onu ilk öncə yerə yıxmış və İbrahimova Elnari Rakib qızının özünü müdafiə etməsinə məhəl qoymayıb, xüsusi əzab verməsinə
dərk edərək müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədində yerdə olan daş parçasını götürüb baş nahiyəsinə vuraraq ölümünə səbəb başın cəmi 3 ədəd əzilmiş cırılmış yaraları canlı şəxslərə endirilmişdə və ayrı-ayrı sağlam və ağır zərərli əməkləri malik xəsarətlər yetirib Elnarə İbrahimovanı xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Digər şəxsi qəsdən xüsusi həyatdan məhrum etməklə təqsirləndirilsin. İfadə verməkdən imtina etməyiniz vardır, hər hansı bir suala cavab vermək olsun deyirsiniz. Özünüzü qismən təqsir edirsiniz, yoxsa? Evet, qismən təqsir edirsiniz. Heç təqsir edirsiniz. Öldürmüşsünüz o şəxsi. Məhkəmə iclasında İgid Rəcəbzadə bildirib ki, dekabrın 17-sində Elnarə İbrahimova ilə telefonla danışarkən birlikdə Maşdağda yerləşən ticarət mərkəzinə getmək qərarına gəliblər. Ora getsələr də qadın özünə heç nə almayıb. Ticarət mərkəzindən çıxıb taksi ilə biraz getdikdən sonra Elnarə sürücüyə maşını saxlamasını deyib və düşərək hadisə baş verən əraziyə gəliblər. Orada səbəbsiz yerə qadın qışqırmağa və onu söyməyə başlayıb. Zərər çəkmiş şəxsin hüquqi varisi Fərabani İbrahimova ifadəsində göstərib ki, hadisənin şahidi olmayıb, baş verənləri ona digər qızı Gülnar danışıb. Belə ki, Elnarə telefonda Gülnara İgid adlı şəxsin onu öldürmək istədiyini deyib. Buna görə Gülnar 102 mərkəzinə zəng edib məlumat verib. İgidlə Elnarənin münasibəti barədə xəbəri olmayıb. Mərhumun övladlarından biri kollecə qəbul olunduğundan təhsil haqqının ödənilməsindən ötürü qızı Bakıya işləməyə gəlib. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Şahid Aysuxuda verdiyi istintaq zamanı verdiyi ifadəsindən görünüb ki, o Lənkəran rayonunda atası və qardaşı ilə birlikdə yaşayır. Anasının Bakıda kafedə işlədiyini bilməyib. Onlara tikiş sexində işlədiyini deyib. Hadisə ilə bağlı YouTube və TikTok platformalarında yayılan məlumatlardan anasının İgid Rəcəbzadə tərəfindən öldürüldüyünü, onunla sevgili olduğunu və birlikdə yaşadığını bilib. Bu xəbərlərə görə utanıb və bir müddət rayonda insanların arasına çıxa bilməyib. İstintaq zamanı şahid qismində dindirilmiş Nizami Abbasovun ifadəsi elan olunub. Yazılanlara əsasən Zabrat qəsəbəsində kafedə işləyən Elnarə İbrahimova ilə 2024-cü ilin yay aylarında tanış olub. Elnarənin uşaqları keçmiş əri ilə Lənkəranda, özü isə bacısı ilə birlikdə Bakıda Balaxanı qəsəbəsində yaşayıb. Sevgili olduqları müddətdə bacısı Gülnar yaşayan ərazidə onun üçün kirayəyə ev tutub. İgid Rəcəbzadənin həmin kafeyə gəlib gedən müştəri kimi tanıyıb. Elnarəni axırıncı dəfə dekabrın 17-sində görüb. Gün ərzində aralarında bir-iki dəfə telefon danışığı olub. Saat 17 radələrində Gülnar ona zəng edərək bacısına İgidin avtomobilinə əyləşib Zabrat qəsəbəsi istiqamətində getdiyini söyləyib. Bundan bir neçə saat sonra postpatrul xidmətinin əməkdaşlarından İgidin Elnarəni öldürdüyünü öyrənib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib. Xüsusi amansızlıq məsələsində vəkillərin nəzərə diqqətlə çatdırmaq istəyirlər. Xüsusi amansızlıq şəxsi üzrə qəsdən adam öldürmə işlərinin müvafiq məhkəmə təcrübəsi var. Hansı ki, burada təqsirləndirilən şəxsin qəsdi ümumiyyətlə həmin mərhum münasibətdə işgəncə vermək, ona belə deyil, xüsusi amansızlıq qəsdə əhatə olunmalıdır. Lakin burada görünür ki, hadisə necə baş verir. Mərhum müəyyən təhqiqatlı ifadələr işlədir, təqsirləndirilən şəxsə qarşı, o da həmin vaxt əlində o keçən daş parçası ilə ona xəsarət edir. Yəni, burada xüsusi amansızlıqla ümumiyyətlə söhbət gedə bilməz. Orada xəsarətlərin sayı məsələsi var, hansı ki, yerlər, ekspertizə o ziddiyyətdir. Çünki təqsirləndirilən şəxs qeyd edir ki, mən bir dəfə daş parçası ilə vurmuşam, bu bir neçə dəfə də olsa, yenə də xüsusi amansızlıqla dəlalət edənir. Sadəcə o anki düşdüyü durum, affekt durum və mərhumun onu belə işlətdiyi ifadələr onu sövq etmişdir ki, həmin vaxt əlinə orada dəmir yol keçsə, dəmir yol vuracaq. Daş keçib, daş yol vurur. Yəni, o anki psixoloji durumuna bağlıdır. Şəxsin ümumiyyətlə niyyəti və qəsdi xüsusi amansızlıq əhatə olunmur. Buna görə də hörmətli sədr, biz məhkəmədə yekun xahişimiz ondan ibarət ki, hesab edirik ki, ittiham
xüsusamanlıq hissəsində düzgün verilməmişdir. Şəxs sadəcə özünü sadə şəkildə qəsdən adam öldürmə cinayətini təqsir edilir və buna görə də əslində biz bu hissədə tam təqsir edilir. Sadəcə bu hissəyə tövsik olmasını məhkəmədən xahiş edə bilərik. Məhkəmə ümumiyyətlə şəxs cinayəti törədərkən deyirəm, aktiv vəziyyətində olub-olmamasını, ümumiyyətlə şəxsin psixoloji və psixiatrik durumunu araşdırmamışdır. Yəni bu hissələr əslində gələcəkdə olan əməlində heç bir cinayət tərkib olmadığını gətirib çıxara bilər. Ona görə də biz xüsusi olaraq yenə deyirəm ki, ilk xahişimiz məhkəmədə xüsusamanlıq hissəsində müşavirə otağında belə birlikdə xahiş edib ciddi şəkildə araşdırılsın deyirsə. İlk xahişimiz bundan ibarət görmək istəyir. Sənin anın da belə mənim kimi yansın. Balalarıma baxıram. İçində gözlərindən qan gəlir. Bugün benim uşağımı öldürüp sana başladım, uşağımı tutar öldürər. Sizə xoş olacaq. İki balası qalabalıqlar. Mənə anayam. Ön cəzasını çəkməlidir. Məhkəmə sizə son söz verir. Müdafiəsiniz çıxışları, müdafiəsiniz çıxışına razısın. Əlavə nəsə demək istəyirsiniz? Bəli? Başqa nəsə demək istəyirsiniz? Yekun məhkəmə haqqında müdafiəsində təkrar yoxdur. Məhkəmə aşağı yanvar 1995-ci ildə Ərənkəy rayonunda alınmış rəzasında İlqarın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsi ilə təqsirləndirilməsi adına məhkəmənin burasında açıq məhkəmə iclasına baxaraq məhkəməyə hökm edilir. Məhkəmə İgid Rəcəbzadənin hadisədən sonra polis bölməsinə könüllü təslim olmasını, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb. Məhkəmə qənaətə gəlib ki, İgid Rəcəbzadənin əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə düzgün tövsif edilir. Odur ki, ona həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 2026-cı il martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə İgid Rəcəbzadə 17 il müddətinə azadlıqdan məhrum olunub. 2024-cü il fevralın 10-u səhər saat 5 radələrində 8-ci kilometr qəsəbəsində fəaliyyət göstərən kafedən Sabunçu Tibb Mərkəzinə çoxsaylı bıçaq xəsarətləri ilə 1987-ci il təvəllüdlü Qabil Təhməzov çatdırılıb. Müvafiq tibbi yardım nəticəsində zərər çəkmişin həyatını xilas etmək mümkün olub. Nizami rayon 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən həmin şəxsə zərbələr vuran Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Nurlan Zərbalıyev saxlanılıb. 2024-cü il fevralın 10-da keçirilmiş baxış protokoluna əsasən hadisə Rüstəm Rüstəmov küçəsi 34 ünvanında yerləşən kafedə baş verib. Qapıdan içəri daxil olanda döşəmədə, həmçinin sağ tərəfdə olan mətbəxdə qan ləkələri aşkar edilib. Həmin gün 24-cü şöbə əməkdaşları tərəfindən əvvəllər 2 dəfə məhkum olunmuş 1993-cü il təvəllüdlü Nurlan Zərbalıyev saxlanılıb. 3 sayılı şəhər klinik xəstəxanasına çatdırılan 1987-ci il təvəllüdlü Qabil Təhməzovun həyatını həkimlər xilas ediblər. Nizami rayon polis idarəsinin istintaq şöbəsində başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötürü rayon prokurorluğuna göndərilib. Cinayət Məcəlləsinin 29-120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, fevralın 10-u səhər saat 5 radələrində Rüstəmov küçəsi 34 ünvanında yerləşən kafedə Nurlan Zərbalıyev qəbul etdiyi spirtli içkilərin təsirindən sərxoş vəziyyətdə olarkən əsaslı səbəb olmadan obyektin icarədarı Mərhəmət Cəfərovla mübahisə edib. Bu zaman kafedə olan müştəri Qabil Təhməzov onları ayırıb. Bundan bir neçə dəqiqə sonra Nurlan Zərbalıyev ümumi zalda əyləşmiş Qabil Təhməzova yaxınlaşıb. Şalvarının kəmərindən o bıçağını çıxarıb, onun sinəsinə, qarnına və digər nahiyələrinə ümumilikdə 7 dəfə zərbə vurub. Aktiv müqavimət göstərən Qabil Təhməzov vaxtında Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Həkimlər zərər çəkmişin həyatını xilas etdiyindən Nurlan Zərbalıyev iradəsindən asılı olmayan səbəblərə görə qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyib.
İş üzrə dindirilmiş Nurlan Zərbalıyev bildirib ki, 2021-ci ildə icra çəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra avtomobil ustası kimi fəaliyyət göstərib. 2022-ci ildə Mütəmmadi Nizami rayonunda yerləşən kafeyə gedib gəlib. 2024-cü il fevral ayının əvvəllərində dostu ilə orada pivə içərkən Qabil Təhməzovda bir tanışı ilə kafedə istirahət edib. Qabili ilk dəfə həmin vaxt görüb. Həmin şəxs ofisantla kobud danışdığından onun hərəkəti xoşuna gəlməyib. Buna görə də foyedə Qabilə yaxınlaşıb, kafedə çalışan işçilərin zəhmətlə pul qazandıqlarını və onlarla normal danışmasını deyib. Bundan sonra Qabillə əl-ələ görüşüb, mehriban şəkildə sağollaşaraq masalarına qayıdıblar. Ayın 10-u gecə saat 2 radələrində yenidən tanışları ilə kafeyə gedib. Üçü də sərxoş halda olub. İçəri daxil olanda Qabilin oturub pivə içdiyini görüb. Əyləşib spirtli içki sifariş veriblər. Sonra onunla gələn tanışları çıxıb getdiklərindən əsəbləşib. Obyektin inzibatçısı mərhəmətin üzünə sillə vurub. Bu vaxt Qabil ayağa qalxaraq onları ayırıb. Sonra öz masasında əyləşib yenə içki içib. Qabildən qisas almaq məqsədi ilə qalxıb onun masasına yaxınlaşıb. Gözləmədiyi anda sağ əlindəki bıçaqla Qabilin döş qəfəsinə və qarnına var gücü ilə zərbələr vurmağa başlayıb. Bıçağı şalvarının belinə keçirib kafedən çıxıb, amma sonra yenə ora qayıdıb. Qabili mətbəxdə yerdə uzanıqlı, qana bulaşmış vəziyyətdə görüb. Yaxınlaşaraq telefonla şəklini çəkib və özünə sillə vuraraq obyektdən qaçıb. Neftçilər metro stansiyası istiqamətində gedərkən Romanalı tanışının idarə etdiyi qara rəngli Chevrolet markalı avtomobili görüb. Maşına əyləşib özünü yaxşı hiss etmədiyini və onu təcili evə aparmasını deyib. Tanışı onu kirayədə yaşadığı Qaraçuxuy qəsəbəsinə aparıb. Bir müddətdən sonra polis əməkdaşları yaşadığı ünvana gələrək onu saxlayıblar. Şahid qismində dindirilmiş Mərhəmət Cəfərov bildirib ki, fevralın 10-u saat 5 radələrində ikinci masada oturan Nurlan Zərbalıyev və yanında olan adlarını bilmədiyi 2 nəfər kafedən çölə çıxıblar. O mübahisə baş verməsi barədə 102 mərkəzinə məlumat vermək istəyəndə gözlənilmədən kafeyə qayıdan Nurlan əli ilə işarə edərək onu yanına çağırıb. Yaxınlaşanda heç bir səbəb olmadan üzünə sillə vurub. Qabil Təhməzov və digər müştərilər onları ayırıblar. Nurlan qışqıraraq onu küçəyə söhbət etməyə çağırıb. Vüsalə adlı işçi ona Nurlanın əlində bıçaq olduğunu və qaçmasını deyib. Ağır dərəcəli sərxoş vəziyyətdə olan Nurlan sanki nə etdiyini anlamayıb. Buna görə də o kafedən çıxıb uzaqlaşıb. Az sonra qaydanda obyektin qarşısında dayanan tanımadığı oğlan kiminsə bıçaqlandığını və zərər çəkmiş şəxsin xəstəxanaya aparıldığını bildirib. Hadisə yerinə 24-cü şöbənin əməkdaşları gəliblər. Təcili tibbi yardım gec gəldiyinə görə bıçaqlanan Qabil Təhməzovu taksi ilə xəstəxanaya aparıblar. Şahid qeyd edib ki, bu hadisədən əvvəl Qabil Təhməzovun işçilərlə kobud rəftar etməsi haqqında Nurlan Zərbalıyevin ifadəsi həqiqətə uyğun deyil. Çünki ofisantlar belə bir halın olmadığını bildiriblər. Məhkəmə iclasında Nurlan Zərbalıyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərər çəkmiş Qabil Təhməzov təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Nurlan Zərbalıyeva verilmiş ittihamdan Cinayət Məcəlləsinin 228.4-cü qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama və ya gəzdirmə maddəsi xaric edilməlidir. O Cinayət Məcəlləsinin 29-120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və 221.3-cü xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə maddələri ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. 2026-cı il fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Nurlan Zərbalıyev 15 il müddətinə azadlıqdan məhrum olunub.